Hər birinizi salamlayıram dəyərli abituriyentlər. Bugün kinematikanın əsasları, düz xəttli bərabər sürətli hərəkət və hərəkətin nisbiliyi mövzusuna baxırıq. İlk olaraq mexaniki hərəkət nədir? Mexaniki hərəkət zaman keçdikcə cismin fəzada başqa cisimlərə nəzərən vəziyyətinin dəyişməsidir. Mexaniki hərəkətin də 3 növü var. İrəliləmə hərəkəti, fırlanma hərəkəti və rəqs hərəkəti. İrəliləmə hərəkəti o deməkdir ki, məsələn, birinci şəklə göz gəzdirsək, nəzər yetirsək, görərik ki, cismin bütün hissələri eyni zamanda eyni cür hərəkət edir. Yəni, eyni sürətdə hərəkət edir. Bu hərəkət irəliləmə hərəkətdir. Fırlanma hərəkəti isə cismin bir dayaq ətrafında və yaxud bir nöqtəyə nəzərən etdiyi fırlanma hərəkətidir. Fırlanma hərəkətinə misal olaraq, məsələn, göstərə bilərik ki, balaca vaxtı ipin ucuna nəsə bir kütlə bağlayıb, onu öz ətrafında fırlatmağa çalışırdıq. Və yaxud televizorda belə şoular göstərirdilər ki, potnisə çayı qoyurdular, çayın da həmin potnisində tutan yeri olurdu. Həmin potnisi elə sürətlə fırladırdılar ki, çay yerə tökülmürdü. Bu fırlanma hərəkətdir. Onsuz da bunu öz gözümüzdən müşahidə edə bilirik. Rəqsi hərəkət isə cismin öz tarazlıq vəziyyəti ətrafında etdiyi periodik, yəni təkrarlanan hərəkətidir. Bunu mexaniki rəqslər bölməsində daha ətraflı şəkildə izahını verəcəm. Daha sonra maddi nöqtəyə baxaq. Maddi nöqtə verilmiş şəraitdə ölçüsü nəzərə alınmayan cisimdir. Yəni, bu cismin ölçüləri o qədər balacadır ki, verilmiş şəraitə görə onun ölçülərini nəzərə almırıq. Məsəl üçün, maddi nöqtəyə misal göstərə bilərik ki, yer kürəsinə nəzərən təyyarənin hərəkəti. Burada təyyarə maddi nöqtədir. Çünki yer kürəsinin ölçüsü böyükdür və təyyarənin ölçüsü ona nisbətən kiçik olduğuna görə ona maddi nöqtə kimi baxmaq mümkündür. Maddi nöqtənin hərəkəti hansı cismə nəzərən öyrənilirsə, həmin cisim də hesablama cismi adlanır. Bir cismin hesablama cismi olduğunu hardan bilə bilərik? Məsələn, hər hansı bir maşındır. Maşının yaxınlaşdığını və ya sizdən uzaqlaşdığını nəyə əsasən bilirsiniz? Hər hansı bir cismi özünüzə götürürsünüz, ona əgər o cismi keçirsə, o cismə getdikcə yaxınlaşır və keçərək sizə doğru gəlirsə, bu hesablama cismi. Hesablama sistemi nədir? Hesablama sistemi, hesablama cismi, onunla bağlı koordinat sistemi və zamanı ölçən cihaz. Yəni, hesablama cismi, bayaq dediyimiz məsəl üçün maşına nəzərən ağac burada hesablama cismi idi. Onunla bağlı koordinat sistemi. Koordinat sistemində bildiyimiz X, Y, Z koordinat sistemi və zamanı ölçən cihaz, yəni saniyə ölçən. Hamısı birlikdə hesablama sistemi əmələ gətirir. Yəni, hesablama sistemi adlanır. Trayektoriya nədir? Trayektoriya cismin hərəkəti zamanı fəzada cızdığı xəyali xəttdir. Məsəl üçün, cisim əyri xəttli hərəkət edir və yaxud müəyyən bir düz xətt düzdə hərəkət edir. Onun öz hərəkəti boyu yolda cızdığı xəttdir. Fəzada cızdığı xəyali xəttdir. Yerdəyişmə və yol. Bu kəmiyyətlər eyni kimi görünə bilər. Çünki ikisinin də vahidi metrdir. Eyni zamanda ikisi də uzunluq olaraq fikirləşə bilərik. Lakin belə bir fərqləri var. Yerdəyişmə cismin başlanğıc və son vəziyyətini birləşdirən istiqamətlənmiş düz xəttdir. Yəni, vektorial kəmiyyətdir yerdəyişmə. Çünki müəyyən bir istiqaməti var. Yol isə cismin trayektoriyasının uzunluğudur. İkisinin də vahidi dediyim kimi metrdir, 1 metr. Biri S ilə işarə olunur, biri L ilə işarə olunur. Birinci şəklə baxaq. Birinci şəkildə yerdəyişməni göstərmişəm. Uşaq əyri xəttli hərəkət etsə belə, onun başladığı yerlə sonunda çatdığı yeri birləşdirən istiqamətlənmiş düz xətt yerdəyişmə adlanır. İkinci şəklə baxsaq isə, uşaq görürsünüz, burada artıq uşağın öz hərəkətini göstərir. Əyri xəttli hərəkət edir. Bu əyri xəttli hərəkətinin uzunluğu, yəni əyri xəttli hərəkət etdiyi müddətdə həmin onun getdiyi trayektoriyanın uzunluğu yol adlanır. İkisinin də vahidi metrdir. Yəni, yerdəyişmə vektorial kəmiyyətdir, yəni həm qiyməti, həm istiqaməti var. Yol isə skalyar kəmiyyətdir. Yalnız qiyməti var. Daha sonra düz xəttli bərabər sürətli hərəkət. Düz xəttli bərabər sürətli hərəkətə tərif vermədən öncə sürətin nə olduğuna baxaq. Sürət cismin yerdəyişməsinin həmin yerdəyişməyə sərf olunan zamana nisbəti ilə ölçülən fiziki kəmiyyətdir. Yəni, və cismin sürəti V hərfi ilə işarə olunur. Cismin sürəti deməli nədir? Cismin yerdəyişməsi, yəni S və həmin yerdəyişməyə sərf olunan zamana nisbəti T. Zamana nisbəti ilə ölçülən kəmiyyətdir. Sürətin vahidi
1 metr bölünsün saniyədir və yaxud yəni BSD vahidi əsas vahidlərinin ifadəsi 1 metr bölünsün saniyədir. Bunu kilometr bölünsün saniyə ilə, kilometr bölünsün saatla da ifadə etmək olar əlbəttə. Sadəcə beynəlxalq sistemdə əsas vahidlərin ifadəsi bu şəkildədir. Düz xəttli bərabər sürətli hərəkət. Əsas mövzumuz. Düz xəttli bərabər sürətli hərəkət nədir? Trayektoriyası düz xətt olub. Yəni, trayektoriya nə idi? Cismin hərəkəti müddətdə fəzada cızdığı xəyali xətt. Trayektoriyası düz xətt olub. Yəni, bu cisim düz xətt boyunca hərəkət edir. Trayektoriyası düz xətt olub, istənilən bərabər zaman fasilələrində eyni qədər yollar qət edən cismin hərəkəti düz xəttli bərabər sürətli hərəkətdir. Bu nə deməkdir? Yəni, məsəl üçün, ilk 2 saniyədə cisim 3 metr yol gedibsə, sonraki 2 saniyədə də 3 metr yol gedib. Şəkildə də bunu göstərmək istəmişəm. Saatın əqrəbinin yer dəyişməsinə baxın. 1, 2, 3. 1, 2, 3. Məsələn, 3 dəqiqə ərzində tutaq ki, 180 metr gedib. Sonraki 3 dəqiqə ərzində də 180 metr gedib. Sonraki 3 dəqiqə ərzində də 180 metr gedib. Bərabər zaman fasilələrində bərabər yollar qət edir. Qrafiklərə və müəyyən asılılıqlara baxaq. Sürətin zamandan asılılıq qrafiki. Düz xəttli bərabər sürətli hərəkət deyirik. Baxın, x oxu istiqamətində düz xəttli bərabər sürətli hərəkət. Yəni, bu bərabər sürətli o deməkdir ki, bu cismin sürəti dəyişməyib. Onda zaman keçdikcə cismin sürəti əvvəl 3 metr bölünsün saniyə idisə, birinci saniyədən sonra da 3 metr bölünsün saniyə olar. İkinci saniyədə də 3 metr bölünsün saniyə olar. Bərabər sürətli olduğu üçün bu cismin sürəti zamandan heç bir şəkildə asılı olmaz. Daha sonra yer dəyişmənin zamandan asılılıq qrafiki. Yer dəyişmənin düsturu nə idi? Daha doğrusu sürətin düsturunu V bərabərdir, S bölünsün T verdik. Yəni, yer dəyişmənin zamanına nisbəti. Bu düsturdan çıxarsaq ki, gəlin düsturun özünü yazaq. V bərabərdir yer dəyişmə və bu yer dəyişməyə sərf olunan zamana nisbət. Sürət buna bərabər idi. İndi buradan yer dəyişmənin ifadəsini alsaq, V vurulsun T şəklində olar. Yəni, baxın, indi S T ilə necə asılı oldu? Yəni, T artdıqca S-in qiyməti də artmalıdır, düzdürmü? Çünki V vurulsun T-dir. Məsəl üçün, sürəti 5 metr bölünsün saniyəyə götürsək, birinci saniyədə getdiyi yol 5 metr, ikinci saniyədə getdiyi yol 2 vurulsun 5, 10 metr, o şəkildə olar. Ona görə S-in T-dən asılılığı düz mütənasib olar. Daha sonra koordinatın zamandan asılılıq qrafiki. Koordinatın düsturunu alsaq, birinci bilməliyik ki, yer dəyişmə son koordinat və çıxılsın başlanğıc koordinata bərabərdir. Onda x çıxılsın x0, yuxarıdakı s-in yerinə bunu yazdım. Çünki bilirik ki, yer dəyişmə v vurulsun t-yə bərabər idi və eyni zamanda son koordinatın başlanğıc koordinatdan fərqinə bərabər idi. Ona görə x çıxılsın x0 bərabərdir vt şəklində olar. İndi buradan son koordinatı alsaq, x bərabərdir x0 üstə gəlsin vt şəklində olar. İndi baxaq, x-in t-dən asılılıq qrafiki, yəni son koordinatın zamandan asılılıq qrafiki necə olar? Yenə bu da vuraq olduğu üçün düz mütənasib asılılıq olar. Ancaq burada bir nüans var. Başlanğıc koordinat, yəni x0 0-a bərabər olsa, koordinat başlanğıcından keçən düz mütənasib asılılıq olar. Yəni x0 böyükdür 0-dan olsa bu şəkildə olar. x0 0-a bərabər olsa bu şəkildə olar. Bizim bundan sonraki mövzuda öyrənəcəyimiz kəmiyyətdir. Lakin indidən də məlumat vermək olar. Təcil vahid zamandakı sürət dəyişməsinə bərabər olan fiziki kəmiyyətdir. Yəni, son sürət çıxılsın başlanğıc sürət bölünsün zaman. Vahid zamandakı sürət dəyişməsinə bərabər olan fiziki kəmiyyətimiz təcil adlanır və təcil də vektorial kəmiyyətdir. Yəni, həm istiqaməti var, həm də müəyyən bir qiyməti var. Hazırda danışdığımız mövzunun adı nədir? Düz xəttli bərabər sürətli hərəkət. Yəni, bu cismin sürəti dəyişməməlidir. Onda V çıxılsın V0 fərqi nəyə bərabər olmalıdır sürət dəyişmirsə? 5 çıxılsın 5, tutaq ki, əgər 5 olsa, burada 3 də ola bilər, 20 də ola bilər, fərq etməz. Sadəcə bərabər sürətli hərəkət olduğu üçün V0-ın da qiyməti eyni olmalıdır, V-nin qiyməti də eyni olmalıdır. Onda bura 0 düşür, düzdürmü? V çıxılsın V0. 3-dən 3-ü çıxanda 0 qalır. 5-dən 5-i çıxanda 0 qalır. Bölünsün hər hansı bir zaman fərqi yoxdur. 0-ı nəyə bölsək, elə 0 alınır.
onda deməli düz xətti bərabər sürətli hərəkətdə təcil 0-a bərabər olmalıdır. Onda təcilin qrafiki 0-dan başlayan asılı deyilin qrafiki kimi ancaq onun 0 nöqtəsində olan A 0-da olmalıdır yəni. Daha sonra bizim burada baxdığımız hərəkət x oxu istiqamətində hərəkət idi. X oxu istiqamətində hərəkət nədir? X oxunun əksinə hərəkət nədir? Baxın, x oxu bu şəkildə idi, düzdürmü? Əgər cisim bu istiqamətə hərəkət edərsə, x oxu istiqamətində hərəkət, bunu özümüzə təyin edə bilərik və yaxud əgər məsələlərdə verilsə, x oxunun hansı istiqamət olduğu da göstərilir. X oxunun əksi isə bu oxun əksinə hərəkətdir, yəni x oxunun əksinə hərəkət. X oxunun əksi istiqamətində düz xətti bərabər sürətli hərəkətdə qrafiklər. Burada da düsturlar eyni şəkildədir, qaydalar eyni şəkildədir. Tək fərq olaraq onu deyə bilərəm ki, x oxu istiqamətində hərəkətdə sürət müsbətdir, x oxunun əksi istiqamətində hərəkətdə isə sürət mənfi qiymət almalıdır. Bunu yadımızdan çıxartmayaq. Deməli, x oxu istiqamətində hərəkətdə sürət müsbət, x oxunun əksi istiqamətində hərəkətdə isə sürət mənfi qiymət almalıdır. Çünki bilirik ki, sürət vektorial kəmiyyətdir, həm müəyyən bir istiqaməti var, həm də qiyməti var. İstiqaməti də o deməkdir, yəni bu sürət həm müsbət, həm mənfi ola bilir. Dediyim kimi, yəni həm x oxu istiqamətində hərəkət edə bilir, həm x oxunun əksi istiqamətində hərəkət edə bilir. İstiqaməti olmaq bu deməkdir. X oxunun əksi istiqamətdə hərəkətdə də sürət mənfi qiymət almalıdır. Yəni dedik ki, bərabər sürətli hərəkətdir. Düzdürmü? Bərabər sürətli hərəkətdə sürət dəyişməsi olmurdu. Sürət sabit olurdu. Yenə sabitin qrafikini çəkirik. Sadəcə olaraq mənfi istiqamətdən. Görürsünüz, bura müsbət istiqamətdir, mənfi istiqamətdən. Daha sonra yer dəyişmənin zamandan asılılıq qrafiki. Yer dəyişmənin düsturu necə idi? S bərabərdir V vurulsun T. Düzdürmü? Bilirik ki, x oxunun əksi istiqamətində hərəkətdirsə V də mənfidir. Ona görə yer dəyişmənin zamandan asılılığı necə idi x oxu istiqamətində hərəkətdə? Yer dəyişmənin x oxu istiqamətində zamandan asılılığı düz mütənasib asılılığı idi. Yəni x oxunun əksi istiqamətində hərəkətdə də düz mütənasib asılılığı var. Bu şəkildə asılılıq olar. Koordinatın zamandan asılılıq qrafiki. Bilirik ki, koordinatın ifadəsinə S bərabərdir, yəni yer dəyişmənin düsturundan yer dəyişməni son koordinat çıxılsın başlanğıc koordinat kimi ifadə edib o şəkildə almışdıq. Yəni x çıxılsın x0, bu S-dən aldığımız ifadəni buradakı S-in yerinə qoyuruq. O da bərabərdir, buradakı S-in yerinə bu ifadəni yazdım, ardı ilə də bunu yazıram. V, T. Daha sonra buradan x-i alıram, x də bərabərdir, x0 üstə gəlinsin, V, T. Dedik ki, x 0-a bərabər olsa, koordinat başlanğıcından başlayan düz mütənasib asılılıq olar. Yox, x0-ın müəyyən bir qiyməti olsa, onda koordinat başlanğıcından yox, x0-ın məsəl üçün qiyməti mənfi olsa, buradan başlayar, x0 kiçikdir 0 olsa, yəni mənfi olsa, mənfi istiqamətdən başlayar, yox, x0 böyükdən olsa, müsbətdən başlayan düz mütənasib asılılıq olar. x0 böyükdür 0. Bu şəkildə asılılıq alarıq. Daha sonra təcilin zamandan asılılıq qrafiki. Dedik ki, təcil nə idi? Vahid zamandakı sürət dəyişməsinə bərabər olan fiziki kəmiyyət. Düzdürmü? Və vektorial kəmiyyət idi. Onu da qeyd edeyim. Bir dəfə demişəm, sadəcə yadınızda qalsın deyə bir də deyirəm. Sürətin dəyişməsi də sürət bərabər sürətli hərəkət olduğuna görə sürət dəyişməsi olmurdu. Əvvəl nə qədər idisə, sonra da o qədər olurdu. Ona görə eyni qiymətlərin fərqi 0-a bərabərdir. Bölünsün T. 0-ı nəyə bölsən də 0 alınırdı. Yəni burada da təcil 0-dır. T oxu ilə üst-üstə düşən qrafik. Yəni təcilin 0 səviyyəsində olan qrafik. Hərəkətin nisbiliyi mövzusuna. Nisbi sürət nədir? Burada bizim istifadə edəcəyimiz kəmiyyət nisbi sürətdir. Nisbi sürət o deməkdir ki, iki dənə cisimdir. Bu cisimlərin sürətlərinin proyeksiyasının fərqi nəzərdə tutulur nisbi sürət dedikdə. Yəni baxaq, bu cisimlər ikisi də eyni istiqamətdə hərəkət edir. Düzdürmü? Çünki oxlarla da göstərib də bu istiqamətdə hərəkət edib bu cisimlər. Onda bunun nisbi sürəti V bərabərdir 2-nin 1-ə nəzərən sürəti. İkincinin sürəti çıxılsın birincinin sürəti. Yəni V2 çıxılsın V1-ə bərabər olar. O da olur 40 km bölünsün saat.
İndi sizdən soruşa bilər ki, birincinin ikinciyə nəzərən sürəti nəyə bərabərdir? Yəni V1, 2. Mən tapdığım ikincinin birinciyə nəzərən sürətdir. Birincinin ikinciyə nəzərən sürətini tapdıqda da birincidən ikincini çıxırsınız. O da olur -40 kilometr bölünsün saat. Baxdığımız eyni istiqamətdə hərəkət edən cisimlər idi. İndi baxaq müxtəlif istiqamətdə hərəkət edən cisimlərə. Baxaq, tutaq ki, V2 x oxu istiqamətində hərəkət edir. V3 də x oxu istiqamətində götürə bilərik. Sadəcə indi V2-ni götürdüm. Fərq etməz. Siz hansını rəviz istəsə götürə bilərsiniz. Onda V3 necə hərəkət edir? Bax, V2 bu istiqamətə hərəkət edir, V3 bu istiqamətə. X oxda bu istiqamət götürdüm da. Onda V2-nin sürəti 100 km-dirsə, yəni müsbətdirsə V2-nin sürəti, V3-ün sürəti mənfi olmalıdır, düzdürmü? Daha doğrusu proyeksiyası mənfi olmalıdır. Çünki bu əks istiqamətdə hərəkətdə, x oxu istiqamətində hərəkətdə V müsbət, x oxunun əks istiqamətində hərəkətdə V mənfi olmalıdır. Onda ikincinin birinciyə nəzərən sürətini tapsaq. 100 çıxılsın -80. Çünki axı bu x oxunun əksinədirsə, bunun sürəti mənfi olmalıdır. O da olur 100 üstə gəlinsin 80. Olur 180 kilometr bölünsün saat. Eyni istiqamətdə hərəkətsə nisbi sürət çıxılsından olurdu. V2 çıxılsın V1. Müxtəlif istiqamətdə hərəkətsə onda nisbi sürət V2 üstə gəlinsin V1 olurdu. Bu şəkildə də yadınızda saxlaya bilərsiniz. Deməli, eyni istiqamətdə hərəkətsə V2 çıxılsın V1, ikincinin birinciyə nəzərən sürəti. Yox, müxtəlif istiqamətdə hərəkətdirsə V2 üstə gəlinsin V1 şəklində olur. Eyni istiqamətdə çıxırıq, müxtəlif istiqamətdə toplayırıq. İndi baxaq bu mövzu ilə bağlı bir neçə suala. Hərəkət tənliyi x bərabərdir 3 üstə gəlinsin 6t. Qanunu ilə dəyişən cismin sürətini müəyyən edin. Burada mötərizədə yazılan 3 üstə gəlsin 6 mötərizədə m metr olduğunu göstərir, yəni. Burada santimetrdə yazıla bilər, kilometrdə yazıla bilər. Ona uyğun cavab dəyişə bilər. Burada metrlə dəyişir. İndi baxaq. Koordinatın ümumi tənliyi nə idi? Ümumiyyətlə birinci onu hardan almışdıq, oradan tapaq. Siz həmişə bunun alınmasını yazmağa ehtiyac yoxdur. Sadəcə göz yaddaşınızda qalsın deyə o şəkildə yazıram. S bərabərdir VT var idi. Bir də bu S yer dəyişmədə VT düsturu var idi. Bir də son koordinat çıxılsın başlanğıc koordinat düsturu var idi. Bu iki düsturu bərabərləşdiririk. X çıxılsın x0 bərabərdir VT. X də bərabərdir x0 üstə gəlsin VT. Düzdürmü? İndi ümumi tənlik bu şəkildədir. Bizə verilən tənlikdə x bərabərdir 3 üstə gəlsin 6t şəklində idi. Bu cismin sürətini müəyyən edin. Sürət baxın görün ümumi tənlikdə hardadır? Bu son koordinatdır, bu başlanğıc koordinatdır, bu sürətdir, bu da t'nin yanındakı sürətdir, bu da zamandır. T'dir zaman. Zaman. Sürət, başlanğıc koordinat və son koordinat. İndi baxaq. Sürət görürsünüz t'nin yanında olandır. Burada t'nin yanında nə var? 6. Deməli, bu cismin sürəti 6 metr bölünsün saniyədir. Daha sonra baxaq nəyə? 19-cu suala. Yol zaman qrafikinə əsasən cismin sürətini hesablayın. Yol və yer dəyişmə bildirik ki, gedilən məsafəni göstərir. Biri sadəcə istiqamətlənmiş düz xətti, cismin yer dəyişməsini göstərən, başlanğıc və son koordinatını göstərən. Yol isə trayektoriyanın uzunluğudur. Amma düz xəttli hərəkətdə, məsəl üçün, bu cisim bu şəkildə hərəkət edirsə, A nöqtəsindən B nöqtəsinə gəlirsə, bunun yer dəyişməsi bu olur. Bu düz xətt olur. İstiqamətlənmiş düz xətt. Yolu isə bax bunun uzunluğu olur. İndi buradakı yol zaman qrafikinə əsasən cismin sürətini hesablayın. Bizə verilən onsuzda məsələlərin çoxsunda burada da eyni şəkildə, çünki dərsin adı o şəkildədir. Düz xəttli bərabər sürətli hərəkət. Cisim ancaq düz xətt üzrə hərəkət edir. Çünki dərsin adı nədir? Düz xəttli, yəni düz xəttli bərabər sürətli hərəkət. A nöqtəsindən B nöqtəsinə. Bu şəkildə gəlir. İndi baxaq. Deyir ki, yol zaman qrafikinə əsasən cismin sürətini hesablayın. Düz xəttli hərəkət edən cismin yer dəyişməsi də eyni zamanda getdiyi yolda üst-üstə düşər. Düzdürmü? Onda yer dəyişmə
elə yola bərabər olar. Onda elə bu mən 8 metri, bu qrafikdəki 8 metri yer dəyişmək kimi götürə bilərəm. S bərabərdir 8 metr. Zaman da T də bərabərdir 4 saniyə. Düzdürmü? İndi deyək ki, cismin sürətini müəyyən edin. Sürətin düsturu nə idi? V bərabərdir S bölünsün T. Burada S-im nədir? 8 metr. T-im nədir? Yəni zamanım 4 saniyə. O da olur 2 metr bölünsün saniyə. Yəni D bəndi. Daha sonra bir dənə də suala baxaq. Cismin sürətinin proyeksiyasının 22-ci suala baxırıq. Cismin sürətinin proyeksiyasının zamandan asılıq qrafikindən istifadə edərək 10 saniyə müddətində getdiyi yolu hesablayın. Bu suala baxsaq, V bərabərdir 7 oldu, T bərabərdir 10 oldu, S-in düsturu da S bərabərdir V vurulsun T olduğuna görə 10 vurulsun 7-dən 70 metri alarıq. Bir dənə də qrafik sualına bax. Deyir ki, düz xəttli bərabər sürətli hərəkət edən cismin sürətinin zamandan asılıq qrafiki hansıdır? Bərabər sürətli hərəkət dediyinə görə deməli sürət dəyişməməlidir. Burada da baxırıq, burada sürət artıb. Burada T ilə tərs mütənasib olaraq dəyişib, azalıb. Burada da azalıb, burada da artıb. Bir dənə sabit qalan qrafik budur. Yəni A bəndi. 32-ci suala baxsaq, 32-ci sualda deyir ki, 3 kilometr bölünsün dəqiqə sürətini metr bölünsün saniyə ilə ifadə edin. Deməli, 3 kilometr bölünsün dəqiqə sürətini metr bölünsün saniyə ilə ifadə edin. Bunu hazır şəkildə yaza da bilərik və ya əgər imtahandayıqsa və heç cürə o yolu yadımızda saxlaya bilmiriksə, bu şəkildə də yaza bilərik. Bu üçü birinci olduğu kimi yazırıq. İndi sən kilometr bölünsün dəqiqəni metr bölünsün saniyəyə çevirməlisən. Kilometri birinci metrə çevir. 1 kilometr neçə metrdir? 1000 metr. Düzdürmü? Bura 1000 yazırıq. 1000 metr. Və dəqiqəni də saniyəyə çevirməlisən. Düzdürmü? Bunu başqa rənglə işarələyim. Qarışdırmayaq. Deməli, kilometri metrə çevirməlisən. Dəqiqəni də saniyəyə çevirməlisən. Onda dedik ki, 1 kilometr 1000 metrdir. Ona görə bunu metrə çevirib belə yazdıq. İndi 1 dəqiqə neçə saniyədir? 60 saniyə. Düzdürmü? 60 saniyə. İndi buradan bunlar ixtisar gedər. Sıfırlar. 3 ilə 6 ixtisar gedər. Məxrəcdə qalar 2. 100-ü 2-yə bölündə nə eləyir? 50. Metr bölünsün saniyə olar. Deməli, 3 kilometr bölünsün dəqiqə, 50 metr bölünsün saniyəymiş.